yükü nəqliyyat vasitəsinə yükləmək və sürücünün sənədlərinin qaydasında olması hələ iri qabartlı yük maşınlarının yola çıxmağa hazır olması demək deyil, əməl etməli olduğunuz qaydalar var. Bu proses bəzən də sürücüləri niyə məhz bu qaydalar iri qabartlı yük avtomobilləri üçün var sualı ilə üz-üzə qoyub. Bugün məsələ bu məsələdən danışacağıq. Nəqliyyat vasitəsinin eni 2 metr 55 sm, hündürlüyü 4 metrdən çox olmamalıdır. Tək avtomobil üçün isə uzunluq həddi 12 metrdir. Əgər yük maşınına qoşqu əlavə edilibsə, bu zaman ümumi uzunluq həddi nəzərə alınmalıdır. Bir qoşqulu avtoqatarın ümumi uzunluğu 20 metrdən çox olmamalıdır. Bu hədlərdən hər hansı biri aşılırsa, bu zaman yük maşını iri qabarit hesab olunur. Bəs yük bu hədləri aşırsa, əgər söhbət çəki və qabarit parametrlərini aşan bölünməz yükün daşınmasından gedirsə, bu zaman bu yükün ümumi istifadədə olan avtomobil yollarında daşınması üçün xüsusi icazə sənədi tələb olunur. İcazə sənədində hərəkət marşrutu eyni zamanda digər şərtlər müəyyən edilir. Bundan əlavə iri qabaritli nəqliyyat vasitəsinin hərəkəti zamanı xüsusi müşayiət də tələb olunur. Bu təhlükəsizliyin təmin edilməsi məqsədi daşıyır. Bax, bu sadalanan qaydalar həm öz təhlükəsizliyiniz, həm digər sürücülərin təhlükəsizliyi, həm də yol infrastrukturunun qorunması üçün vacibdir. Yolunuz açıq olsun.